gənclərimiz, gələcəyimiz olan uşaqlar. Mən də öz növbəmdə hər birinizi salamlayıram və təşəkkür edirəm bu anlamlı tədbirə bizi dəvət etdiyinizə görə. Sabah Türkiyəmizin, Türkiyə Cumhuriyyətinin quruluşunun növbəti il dönümünü qeyd etdi və bu günlərdə artıq belə deyim ki, Türk dünyasının iki böyük liderinin illər əvvəl biri dedi və ötən əsrin sonlarında yenə də Türk dünyasının ikinci böyük oğlu, böyük lider Ulu Öndər Heydər Əliyev tək millət, iki dövlət ifadəsini irəli sürdü və bu hər iki ifadə artıq söylədiyim kimi gündəlik həyatımızın bir şüarına, bir sloganına çevrilir. 21-ci əsr Türk əsridir deyir böyüklərimiz və bugün biz artıq Turanın böyük ayaq səslərini duymağa başlayırıq. Və bu səslər artıq bütün Türk dünyasının birliyindən xəbər verir. Türk dünyası ölkələri, topluluqlarının, dövlət başçılarının davamlı olaraq bir araya gələrək imzaladığı müqavilələr, razılaşmalar, danışmalar, müzakirələr onu deməyə əsas verir ki, biz böyük bir yola çıxmışıq və bu yolda mən hər birinizə uğurlar arzulayıram. Gələcəyimizin qurucusu olan gənclərimiz